Minister of Economy and Sustainable Development of Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişin icrası məqsədi ilə rəhbər komitənin 11-ci iclası keçirilib. Tədbirdə Xəzər-Qara Dəniz Avropa Yaşıl Enerji Dəhlizi layihəsinin icra vəziyyəti, texniki iqtisadi əsaslandırma üzrə görülən işlər və növbəti mərhələyə dair planlar, biznes modellər, layihənin qoşulma sxemləri, fiberoptik kabel komponenti, Bolqarıstanın layihəyə qoşulması, xarici investisiyanın cəlbi, eləcə də Avropa İttifaqı ilə maliyyələşmə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Regionda bərpa olunan enerji sahəsində son yeniliklər və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Həmçinin hökumətlərarası sazişin konsepsiyasına uyğun olaraq yaşıl enerji dəhlizi və Qara Dəniz sualtı kabel layihələri arasında transsərhəd ötürmə qabiliyyətinin və regional enerji əlaqəliliyinin artırılması üçün texniki strateji sinerjilərin araşdırılması və inkişaf etdirilməsi barədə anlaşma əldə olunub. Bu məqsədlə nazir müavinlərindən və Yaşıl Enerji Dəhlizi Enerji Şirkətinin nümayəndələrindən ibarət işçi qrupuna müvafiq təkliflər hazırlamaq və növbəti iclasda təqdim etmək tapşırılıb. 4 ölkənin nazirləri tərəfindən iclasın yekunlarına dair protokol imzalanıb.